Herkese salam. Bugün riyaziyyatdan dərsimiz onluq və təşrişlərdir. Gəlin bərabər öyrənək. Bilirik ki, ədədləri yazmaq üçün müxtəlif rəqəmlərdən istifadə olunur. Həmin rəqəmlər 0-dan 9-a qədərdir. Biz bugün 2 rəqəmli ədədlərin üzərində işləyəcəyik. 2 rəqəmli ədədlərdə sağdan birinci rəqəm, gəlin elə 47-dən nümunə olaraq göstərim. 47-də sağdan birinci rəqəm nə rəqəmdir? 7-dir. İkinci rəqəmimiz isə 4-dür. Burada 40 olaraq göstərir. Baxın 4. Yəni bizim 7 təkliyimiz, 4 onluğumuz var. Özümüzdən bir rəqəm yazaq. Məsələn, 53. 53-də bizim təkliyimiz hansıdır? 3-dür. Onluğumuz hansıdır? 5-dir. Biz bunu buradakı kimi yazsaq, 53. Burada yazarıq 50. Yəni onluğa 50 yazarıq. Təkliyə isə 3 yazarıq. Əgər biz 0-la bir ədəd yazmaq istəsək, heç vaxt 0-ı, daha doğrusu 2 rəqəmli ədəd yazmaq istəsək, heç vaxt 0-ı birinci yaza bilmərik. Məsələn, 0-3 yaza bilmərik, 0-4 yaza bilmərik. Bu artıq 2 rəqəmli yox, bir rəqəmli ədəd sayılır. Yəni 3 sayılır, 4 sayılır. Biz əgər 2 rəqəmli 0-la bir ədəd yazmaq istəsək, bu şəkildə yazmalıyıq. 30, 40, 50. Ümid edirəm ki, başa sala bildim. Gəlin tapşırıqlar eləyərək daha da dəqiq, aydın olsun bizə. Dairələrin sayına uyğun onluq və təşrişləri yazın. Burada bizə nümunə üçün verib. Dairələrdə, deməli, kvadratların içərisindəki dairələrin sayı 20-dir. 10 burada var, 10 burada var. Cəmi 20. Çöldə qalan dairələr isə 3-dür. Yəni bizim təkliyimiz 2, daha doğrusu təkliyimiz 3, onluğumuz isə 2-dir. Dairələrin içərisində yazası olsaq isə onluğa 20 yazacağıq, təkliyə isə 3 yazacağıq. A variantını gəlin bərabər eləyək, B-ni isə özünüz eləyərsiniz. Baxın, biz bundan əvvəlki dərsdə 10, 10, 5, 5 saymağı öyrənmişdik. Bir kvadratımızın içində 10 dənə var, digərlərində də 10 dənədir. Gəlin 10, 10 sayaq. 10, 20, 30. Çöldə nə qədər qaldı? 2 qaldı. Deməli, bizim ədədimiz 32 imiş. Bunu əgər dairənin içərisində yazsaq, yazarıq onluğa 30, təkliyə isə 2. Bu şəkildə. Deməli, bizim onluğumuz 3, təkliyimiz isə 2-dir. B variantında bu şəkildə eləyəcəksiniz. Çöplərin sayına uyğun ədədləri dəftərdə yazın. Çöplərimiz, deməli, bu çöp 10 dənə çöp var burada. Burada da 10 dənədir, burada da 10 dənədir. 10, 20, 30. Çöldə nə qədər var? 1 dənə. 31. Deməli, bizim çöplərimizin ümumi sayı 31 imiş. Ədəd üçü şəklində yazsaq, 31 dənə oldu da, 31. Onluğa yazarıq 30, təkliyə isə 1. Digərini də bu şəkildə eləyəcəksiniz. Ədədləri onluq və təkliklərə ayırmaqla ədəd üçlüyünü də təsvir edin. Baxaq. 28-də ədədimiz. 28-də 20-ni onluğa yazarıq, 8-i təkliyə. 33-də 30-u onluğa yazarıq, 3-ü təkliyə. 48-də 40-ı onluğa yazarıq, 8-i təkliyə. Belə davam eləyəcək. Rəqəmləri eyni olan bir neçə 2 rəqəmli ədəd yazın. Bu ədədlərdə neçə onluq və neçə təklik olduğunu qeyd edin. Rəqəmləri eyni olan bir neçə 2 rəqəmli ədəd yazaq. Gəlin 11-dən başlayaq. Rəqəmlər eyni olmalıdır. 11, 22, 33, 11-dən 99-a qədər yaza bilərsiniz. Artıq 99-u keçə bilməzsiniz, çünki 3 rəqəmli ədədə keçmiş olursunuz. Mən burada yazdıqlarımı onluq və təkliyə ayırım. Burada 10 onluğa yazılacaq, 1 isə təkliyə yazılacaq. 22-də 20 onluğa yazılacaq,
2 isə təkliyə yazılacaq. 33-də 30 onluğa yazılacaq. 30 onluğa yazılacaq. 3 isə təkliyə yazılacaq. Siz də 99-a qədər rəqəmləri ədədləri yazarsınız. Bu şəkildə onluq və təkliyə ayırarsınız. Məsələ həllimizə baxaq. Anar yumurtaları 10 yerlik qutulara yığdı. 3 qutu dolduqdan sonra səbətdə 8 yumurta artıq qaldı. Əvvəl səbətdə nə qədər yumurta vardı? 10 yerlik qutu nə deməkdir? Baxın, bir dənə yumurta qutusu da düşünün. 10 dənə yeri var yumurta yığmaq üçün. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Və bundan 3 dənədir bu qutudan. 3 dənə belə qutumuz var. Və hərəsinə tam şəkildə yumurta dolur. Sayaq 10, 20, 30. Deməli, qutuda 3 qutunun hər birində 10, 10, 10. Ümumi 30 dənə yumurtamız oldu. Səbətdə nə qədər qaldı? 8 dənə qaldı. Biz bunları toplayarıq. Taparıq ki, əvvəl bizim səbətimizdə nə qədər yumurta var imiş. 38 dənə yumurta var imiş. 38-də 3 bizim onluğumuz, 8 isə təkliyimizdir. 2 rəqəmli ədəddə 3 təkliyi var. 2 rəqəmli ədədimizin deməli təkliyi 3-dür. Onluqların sayı təkliklərin sayından bir vahid çoxdur. Gəlin bunu cədvəl şəklində quraq. Demək, təkliyimiz 3-dür. Onluğumuz isə təklikdən bir vahid çoxdur. Yəni 3-ün üzərinə bilgələri eləyər 4. Onluğumuz 4 imiş. Ümumi bizim ədədimiz 43 imiş. Aynur fikrində 2 rəqəmli ədəd tutdu. Bu ədədin rəqəmlərinin cəmi 3-ə bərabərdir. Bunlar hansı ədədlər ola bilər? 3-ə bərabər eləyəcəyimiz ədədlər, gəlin 1-dən başlayaq. 1 ilə 2, 1 üstə 2, 3 eləyər. 2 ilə 1, 2 üstə 1, 3 eləyər. Sonra 3 ilə 0, 3-ün üzərinə 0 gələndə 3 eləyər. Yəni, Aynurun fikrində tutacağı ədədlər 12, 21, 30 ola bilərmiş. Dərsimiz bu qədər. Ümid edirəm ki, sizin üçün yararlı oldu. Əgər yararlı oldusa, bəyənməyi və abunə olmağı unutmayın.